Təqdimatında İnanclarımız verilişinə baxırsınız. Verilişimizin bugünkü mövzusu peyğəmbərləri başqa insanlardan fərqləndirən sifətlərdən danışırıq və studiyamızın dəyərli qonağı cənab Höccətülislam Kərbəlayı Akşin ağayev. Bəli, Kərbəlayı, çox gözəl izahlar verirsiniz ki, hansı xüsusiyyətlər peyğəmbərlərdə olmalıdır ki, başqa insanları özlərinə cəzb edə etsin. Başqa hansı xüsusiyyətlər var? Bəli, sualınız ki bu idi ki, bəzi xüsusiyyətlər ki, insanlarda nifrət doğurur, o xüsusiyyətlərdən də nə olmalıdırlar? Peyğəmbərlər pak olmalıdırlar. O xüsusiyyətlər, burada Xacə Nəsrəddin Tusi o xüsusiyyətləri sadalayır və qeyd edir ki, və kullema, yəni ədəmu kullema yunəffəru ənhum min dənaitil aba. Və buyurur ki, hər hansı bir xüsusiyyət ki, insanlarda nifrət doğurur o xüsusiyyətlər. Ondan da hətta peyğəmbərlər pak olmalıdır. Sonra bir-bir başlayır saymağa. Yəni, görün siz diqqət eləsəniz, burada elə xüsusiyyətlər qeyd edir ki, bütün peyğəmbərlərdə o xüsusiyyətlər olub. Baxın, biri budur ki, min dənaitil aba. Onların, yəni bizim Azərbaycan dilində tərcüməsini bu cür eləsək daha gözəl olur ki, yəni şərafətli atalara, nəsəbə, nəslə malik olmalıdırlar. Yəni ataları alçaq xüsusiyyətlərdən pak olmalıdır. Doğrudur. Müşrik olmamalıdır. Ataları, anaları müşrik olmamalıdırlar. Bəli. Və bunu biz əgər görürüksə Quran-ı Kərimdə bəzi ayələrin zahirindən bu cür başa düşülür ki, peyğəmbərlərin bəzi ataları, məsələn xüsusən də orada İbrahim əleyhissalam haqqında vardı ki, Azərə deyir ki, ata olaraq onu çağırır və ona deyir ki, müşrik olma, müşrik şeylərdən, bütlərdən üz döndər, Allaha tərəf qayıt. Buradan bəziləri, xüsusən də sələfilər, bizim əqidə inanclarımıza, əqidəmizə irad tutaraq, rişkən tutaraq deyirlər ki, sizin əqidəniz Quranla uyğun deyil. Niyə? Çünki onların peyğəmbərlərin, bütün peyğəmbərlərin ataları məsum olmayıblar. Məsələn, biri Azər. Amma bizim tarixi mənbələrimizdə və həmçinin hədis qaynaqlarımızda vardır ki, İbrahim əleyhissalamın dövründə o əmiyə də ata deyilmişlər. Çünki onun atalığı olub bəzi mənbələrə görə. Ona görə orada ata olaraq deyir. Amma əslində onun atası deyildir. Əmisidir. Və əmisidir. Və burada da bu Xacə Nəsrəddin Tusi deyir ki, bu xüsusiyyət insanlarda nifrət doğurur. Baxın, adi mən bir misal vurum. Bizim keçən söhbətlərimizdə də bu misalı gətirmişdik. Misal gətirmişdik ki, məsələn, bir din xadimində insanlar bəzi xüsusiyyətlər görmək istəyir. O xüsusiyyətlərdən biri də onların atalarının düzgün insan olmasıdır. Mən dəfələrlə bunun şahidi olmuşam ki, insanlar olub, ruhani olub, amma ataları, məsələn, əməli salih insan olmayıb. Həmişə həmən ruhani özü çox gözəl, əxlaqlı, imanlı və özünün keçmişi çox gözəl olub. Amma həmişə ondan tutulan iradlardan biri odur ki, atası əməli salih deyil. Doğru. Əgər çox mömin insandırsa, bizi hidayət etmək yerinə gedib atasını hidayət eləsin. Bunu da deyirlər. Niyə? Çünki istəmir insanların fitrəti budur ki, bir din xadiminin atası əməli salih olmasın. Yəni bu fitridir. Və bunun daha üstününü peyğəmbərlərdə görmək istəyirlər. Çünki peyğəmbərin məqamı din xadiminin məqamından daha yüksəkdir, daha üstündür. Və bunu peyğəmbərlərdə görmək istəyirlər və ona görə Xacə Nəsrəddin Tusi deyir ki, kullima yunəffəru, hər hansı bir xüsusiyyət ki, insanlarda nifrət doğurur, peyğəmbərlər onlardan pak olmalıdırlar və uzaq olmalıdırlar. Biri nəsil nəcabətdir. Bəli. Və biri də analarının, bu ataları haqqındaydı və analarının pak damən olması, yəni əxlaqsızlıqdan uzaq olması. Yəni və əhril ümməhət. Yəni bütün peyğəmbərlərin anası, yəni pakdamən olublar və onlar o şeylər ki, günahlar ki, o fəsadlar ki vardır ki, xanımlar ona mübtəla olurlar, ondan uzaq olarlar. Doğru. Yəni o pak olarlar, zina etməyələr. Bu cür desə daha heç ömründə zina etməyən bir insanlar olar, möminə bir xanımlar olarlar. Və ondan əlavə Quran-ı Kərimə biz baxsaq, görərək ki, Allah mütəal peyğəmbərləri tosif, vəsf edəndə görür ki, peyğəmbərlər haqqında vəsf etdiyi xüsusiyyətlərdən onların gözəl əxlaqı olmasıdır. Hətta əziz peyğəmbərimiz haqqında Allah mütəal Quranda buyurur ki, əgər sənin qəlbin daş olsaydı, yəni daş ürəkli olsaydın,
Ətrafından hamı dağlardı. Bəli. Və bunları niyə biz qeyd edirik? Bunları yenə də deyirəm, keçən söhbətlərimizdə də qeyd etmişdik. Çünki peyğəmbərləri göndərməsində Allahın bir hədəfi var. O hədəfi izləyir. O da insanların hidayəti. Və bu hidayət o zaman baş tutar ki, bu hədəf o zaman həyata keçər ki, insanların etimadını qazana bilsin. Doğru. Və insanların etimadını açan qazanacaq o zaman ki, onda nifrət doğuran onlarda xüsusiyyətlər olmasın. Bəli, o sifətlərdən uzaq olsun. Mənim bir ustadım vardı, deyirdi ki, hətta onlar zahiri görünüşdə də elə zahiri görünüşləri olmalıdır ki, insanlarda nifrət doğurmasın. Bəli. Və ona görə də biz tarixi mənbələrə baxsaq, həm bizim məsum imamlarımız və həm bütün peyğəmbərlərimiz zahiri görünüş baxımından gözəl olublar. Doğru. Yaraşıqlı olublar. Niyə? Çünki insanları özünə dəvət edə bilsinlər. Yəni bütün kamillikləri onda görsünlər, başqalarında o kamillikləri görməsinlər və bu onlarda ehtiyac hissi yaransın onlara. Yoxsa onda hətta belə nifrət doğuran səbəblər də olsa, onlar uzaq Bəli. gedərlər, bu həyata Çox keçməyəcək. gözəl Kərbəlayı izahlar verirsiniz, məntiqi cavablar verirsiniz. Bəs niyə biz tarixi oxuyanda, məsələn, elə ən sonuncu bizim əziz peyğəmbərimizin dövrü olsun və yaxud Həzrəti Musanın, Həzrəti İsa'nın bu cür bütün belə deyək, gözəl, izzətli sifətlərə malik olan, bütün insanın fitrəti və vicdanı qəbul edən rəftarlara ya əxlaqi sifətlərə malik olan insanları çox az kütlə qəbul edir. Edib tarix boyu. Bunun səbəbi nədir? Çox maraqlıdır. Əgər belə bir kamal insan, yəni bu mənadakı bütün gözəl sifətlərin kamalı o insandadır, əqli kamildir, əxlaqi baxımdan, nəsil nəcabət baxımından, rəftar baxımından belə bir məqama malik olan insanın ətrafındakı insanlar, məsələn, peyğəmbərimizi misal vursaq, əziz peyğəmbərimiz Əbu Cəhl olsun və başqaları olsun, niyə bu qədər düşmən olub, niyə bu qədər peyğəmbərlərimizi sevməyənlər olub? Çox gözəl bir sualdır. Baxın, siz ki qeyd elədiniz ki, az bir dəstə onları qəbul edib. Bəli. Baxın, həmən o az bir dəstənin də qəbul etməsinin səbəbi nədir? Bu az bir dəstə peyğəmbərləri ki qəbul ediblər ki, inşallah biz gələcək söhbətlərimizdə qeyd edərik ki, peyğəmbərləri o tanımağın ki, həqiqətən də bu peyğəmbərdə onların yolları var. Ki, onların bir çox şəraitləri var ki, o şərait yollarla biz tanıyırıq ki, bu peyğəmbərdir. Və bunlar bu şəraitləri görürlər və bu xüsusiyyətləri görürlər, peyğəmbəri qəbul edirlər. İndi siz təsəvvür edin, əgər bu kamilliklər onlarda olmasaydı, vəziyyət az necə olardı? dəstə də onları qəbul etməyəcəkdi. Doğru. Ki, hədəf bu deyil ki, bütün insanlar islah olsun. Baxmayaraq ki, Allah bunu istəyir, amma bu gerçəkləşmir. Hətta Qurani-Kərimdə Allah mütəal buyurur ki, əksər insanlar iman gətirməyəcək. Bəli. İndi siz təsəvvür edin ki, bu kamilliklər, bu gözəlliklər və bu gözəl əxlaq, bu xüsusiyyətlər onlarda var. Zahiri baxımdan da çox gözəldilər və hətta rəftarları, danışıqları gözəldir. Atalarında problem yox, analarında problem yox, az bir dəstə bunları qəbul edir. Bəli, Kərbəlayı. İndi siz təsəvvür edin, bunlar olmasaydı nə olacaqdı? Düzdür. Deməli, heç kim bunları qəbul etməyəcəkdi. Məsələdə insanın Buyurun. qəlbin incidən, yəni insanın fitrətinə toxunan bu hissəsidir ki, məsələn biz Nuh əleyhissalamın Quranda onun tarixçəsini oxuyanda 1000 ildən 50 il az təbliğ edib. Yəni 950 ildə rəvayətlərimizdə var 80, 90 olsun 100 nəfər, lap 200 nəfəri hidayət edib bu 950 ildə. Yəni məsələ budur ki, insan fitrətən gözəllik dalıncadır, insan fitrətən inkişaf dalıncadır, insan fitrətən belə bir rəhbərinin olmasının dalıncadır. Bunlar bizim fitrətdə ola-ola niyə qəbul etməyək? Bəli. Nə səbəb olur? Gözəldir. Bunun başqa səbəbləri var. Bəli, amillər Baxın, nələrdir? Bu amilləri çoxdur. Bir amili də budur ki, insan təbiət qoynunda böyüyüb boya başa çatır. Doğrudur. Və bunun fitri duyğuları var, fitri istəkləri var və o gözəlliklər ardıncadır. Heç kim bunu inkar etmir. Amma yaşadıqca, günah etdikcə o fitri duyğular, bilirsiniz, o fitri duyğuların üzərinə bu, yəni loru dildə desə toz bağlayır. Bəli. Özü, heç hətta peyğəmbər özü qəlbinə bir dəsmal çəkə, onu təmizlə, paçlayar ki, o ilahi, o eşq, ilahi o məhəbbət, o gözəlliklərə sevgi və o şövq ona sövq etsin belə peyğəmbərə tərəf, Allaha tərəf, o nə olsa çiçəklənsin.
Əgər insan bunu təlaş eləməsə, özünüz baxın, biz uşaq vaxtında elə şeylər vardı ki, biz ona məhəbbətimiz, sevgimiz vardı. Amma insan böyüdükcə, boya başa çatdıqca, mühitin insana qoyduğu təsir, yeməyin, qidanın insana qoyduğu təsir, irsin, vərasətin insana qoyduğu təsirlər öz işini görür və o fitri duyğular unudulur. Nəinki yox olur ha, heç vaxt insan, Allah mütəal insanı pak fitrət üzərində nə edib, yaradıb. O fitri duyğular unudulur. Əgər həqiqətən də insan çalışsa, səy etsə, o fitri duyğuları yenidən çiçəkləndirə bilsə və onu puxtələşdirə bilsə, əlbəttə ki, o mütləq Peyğəmbərin sorağına gedər və haqq sözü qəbul edər. Böyük alimlərimizdən biri, Allah canını salamat eləsin, deyir ki, həmişə sözü ki, deyirsiniz, çalışırsınız, istəyirsiniz insanlara hidayət edəsiniz, uşaqlardan və cavanlardan başlayın. Niyə? Cavanlar deyir ki, farslar demiş ki, haqq pəzirdir, haqqı tez qəbul edir. Niyə? Çünki hələ onların o pak fitrəti günahla bulaşmayıb. O pak fitrəti hələ günaha bulaşmamış və o pak fitrəti hələ unudulmamış, siz onların sorağına gedin, onları dəvət edin. Və baxsaq da biz görərik ki, Peyğəmbərin ətrafında olan insanlar çoxu cavanlar və çoxu da kasıblar və maddi cəhətdən imkansızlar idi. Niyə? Çünki maddi cəhətdən imkansız olan insanların günah etmək üçün şəraitləri də azdır. Və o fitri duyğularla siz diqqət eləsəz, kasıblarla varlıları müqayisə eləsəniz, kasıblarda o fitri duyğular daha özünü daha göstərir öz həyatın o gedişatında. Amma bunu varlılarda görmür. Niyə? Çünki varlının daha geniş meydanı var günah etməyə, daha çox geniş şəraiti var. Ona görə bunlarda az görür. Demirəm, bütün varlılar o cürdə, amma əksəriyyəti həmişə fitri duyğuları unudurlar. Çünki onlar daha çox günah, onlar üçün şərait var etməyinə görə, ona görə. Və buna görə mən qeyd edirəm, əgər bu fitri duyğular, yəni insan özündə də onları nə edib, oyada, onları nə edə, dirçəldə ki, Peyğəmbərlər də nə etsin, onları hidayət edə bilsin. Bəli, əziz Kərbəlayı, inşallah gələn verilişlərdə yenə buna toxunarıq. Bəli, hörmətli tamaşaçılar, bizə ayrılan vaxt burada tamam olur. Çox mühüm bir məsələdir. Həqiqətən Peyğəmbərlərimizin həyat tərzi, onların rəftarlarından çox biz dərslər çıxartmalıyıq və maddi dünyamıza tətbiq etməliyik.